Birbaşa hücuma keçəcəklər, ekspertdən həyəcan təbili. Birbaşa hücuma keçəcəklər, ekspertdən həyəcan təbili. Ukraynanın Baş Kəşfiyyat İdarəsinin Gyura, Xarkov vilayətinə göndərilən xüsusi təyinatlı qüvvələri hücum bölmələri kimi istifadə oluna bilər. Global Info az xəbər verir ki, bu barədə hərbi ekspert Yevgeni Mikhaylov bildirib. Mikhaylovun sözlərinə görə, Gyura xüsusi təyinatlı qüvvələrinin bölgəyə göndərilməsinin əsas məqsədi diversiya və arxa cəbhədə təxribat xarakterli əməliyyatların həyata keçirilməsi ola bilər. Ekspert qeyd edib ki, Gyurun xüsusi təyinatlı dəstələri elit və döyüş təcrübəsi olan hərbçilərdən ibarətdir. Onlar yüksək motivasiyaya malikdir, yaxşı silahlanıb və ciddi hazırlıq keçiblər. Onun fikrincə, bu qüvvələrin birbaşa hücum əməliyyatlarına cəlb edilməsi az ehtimal olunur, lakin bu variant da istisna edilmir. Hazırki mərhələdə Ukrayna silahlı qüvvələrinin rəhbərliyi kifayət qədər qeyri-peşəkar qərarlar verir. Bu səbəbdən Gyura xüsusi təyinatlılarının hücum bölmələri kimi istifadə olunması məni təəccübləndirməz. Birbaşa hücum ehtimalı mümkündür. Lakin daha real ssenari onların arxa cəbhəyə sızma və təxribat əməliyyatları aparmasıdır, deyə Mikhaylov vurğulayıb. Regionda mühüm gəlişmə, Moskva geri çəkilir, Azərbaycan və Ermənistan isə. Regionda mühüm gəlişmə, Moskva geri çəkilir, Azərbaycan və Ermənistan isə. Finlandiya Hərbi Kəşfiyyat Xidməti Rusiyanın Cənubi Qafqazdakı mövqeyi ilə bağlı qiymətləndirmə yayıb. Global Info az xəbər verir ki, xidmətin 2026-cı il üçün hazırladığı icmalda Azərbaycan və Ermənistandan bəhs edilib. Qeyd olunur ki, Rusiya regionda mühüm oyunçu olaraq qalmasına baxmayaraq, Cənubi Qafqazdakı təsiri əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Sənəddə bildirilir ki, Moskva Ermənistan və Azərbaycan arasındakı münaqişədə xarici vasitəçi rolunu faktiki olaraq itirib və hər iki ölkə ilə münasibətlərində ciddi zəifləmə müşahidə olunur. Eyni zamanda icmalda Gürcüstanın siyasi baxımdan Rusiyaya daha da yaxınlaşdığı vurğulanır. Bu tendensiyanın regiondakı ümumi geosiyasi balansı dəyişdirdiyi qeyd edilir. Finlandiya hərbi kəşfiyyatının qiymətləndirməsinə görə Rusiyanın əsas strateji məqsədi, qlobal təsir imkanlarını artırmaq dəyişməz qalır. Moskva Qərbin liberal-demokratik dəyərlərini öz idarəçilik modelinə təhdid kimi qiymətləndirir və Ukraynadakı müharibə, digər regional münaqişələr, eləcə də hibrid təsir vasitələri vasitəsilə Qərbi zəiflətməyə çalışmaqda davam edir.